Günlərin bir günü geyindim Viktor paltarını. Getdim Tokilərə. Tokilərdə loot eləyəndən sonra girdim binata pustum. Sonra gördüm ki, üstümə spor canlı adamlar gəlir. Əslində sonra pəncərədən baxdım, gördüm dünyanın ən yaxşı oyunçuları. Biri Başırgey. O birisi də Qaos Rəhmətli. Yanlarında da Vural Üzüm. Mənim dəmdə bir dənə DBS, bir dənə də DP. Məndə baş getdi, bədən qaldı. Tullandım pəncərədən aşağı, DBS götürdüm, Vural Üzümə tək atdım. Sonra da başım üstümə atlandı, olan DP ilə ötəyisi, o da yerə yapışdı. Sonra Qaos Rəhmətliyin başına rəcun düşdü, o da rəhmətli oldu. Bir də gördüm arxadan motosikletlə Jajqalka gəlir. Əslində Jajqalka mənə P90-la ötəyisi atdı, mən də rəhmətli oldum.